Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün, növbəti icmalımız. Deməli, bugünkü səbəbkarlar olacaqlar. Deməli, Müşil Rokka adlı üzqırxanlardır. Sağ tərəfdə, deyil, bu tərəfdə originaldır, bu tərəfdə saxtasıdır. Deməli, bircə biraz model söhbəti var, fərqləri var modellərdə. Yəni, saxta tərəfdə olan Rokkanın o qara saplı olan Rokkadır. Burada isə öz metal rəngində olan, sapı ilə olan Rokkadır. Sağ tərəfdə, sol tərəfdə Çin istehsalı olan, artıq mən bildiyim qədər Müşil yazısı yoxdur. Yəni, işdir, birdən kimsə almaq istəsə, artıq Müşil yazısı yoxdur. Üstəgəl öz belə deyək, müəssisənin öz inisialları, abreviaturası yazırlar, Kampfedir. Yəni, mən başa düşdüyüm qədər. Budur, söhbətlərə son qoyaq və dərhal keçək baxaq üzqırxanlara. Bunu bu qutu kimi bu qısadan çıxardaq, düzdür, qoyduq qırağa. Birinci qutudan artıq seçilirlər yoldaşlar, yəni aldana bilməzsiniz. Müşilin öz qutusu, belə deyək də, bir növ kağız deyəndə və parça kimi nə isə belə bir mat rəngində bir kağızdır. Budur, məndə başqa bir Müşil var. Bu R41 idi və bir dənə də qablaşdırma var. Eyni ilə birə-bir eyni kağızdır, yəni ki, belə bir növ belə deyək. Barxat kimidir mi deyim, yəni ki, artıq kağızdan bilinir ki, yəni Müşil həmin Müşil deyil. Bunu ancaq kim bilə bilər? Kimdə ki, artıq bu deməli qablaşma var, Müşilin hansısa başqa bir üzqırxanı və həmin bu saxta Rokkan deyə sifariş etsə, artıq başa düşəcək ki, yəni ki, həmin məhsul deyil. Qutuları açanda isə yenə də orada gözə çarpan bir, belə deyək, bir məqam var. Deməli, original Müşilinin içində, deməli, bu qablaşdırma falan hər şey kağızdandır. Amma saxta versiyada burada paralondur. Bir sekund. Və original daha asandır. Qablaşdırmadan çıxartma. Bir sekund. Qutusundan sonra. Ay Allah, dırnağım da yoxdur ki. Sizin vaxtınızı alıram, verisi bir. Çox üzürlü sayın. Dünən, ay Allah, bunu necə çıxardaq? Biabır oldu mu? Çıx görək. Qıdıqlayım, necə çıxsın? Yəni, saxta deyəndən utanır. Budur. Deməli, saxta bağlanma. Burada artıq həmin Müşil, bu kağızı da var hətta. Məhsulları ilə, filanı ilə. Üstəgəldə mən haradasa burada, misal üçün, yəni ki, Almaniyanın həmin o nömrələr filan, hər şey birə-birdir. Yəni ki, heç belə düşünə bilməzsiniz ki, bu da bu kağızların arxası da eynidir, birə-birdir. Germany, nə bilim, saytların adı Almaniyanındır, misal üçün, saxta versiyadadır. Yəni ki, işdir, birdən kimsə sizə satsa, artıq başa düşəcəksiniz ki, yəni ki, heç, əgər birinci Müşildirsə, yəni heç anlaya bilməyəcəksiniz ki, bu saxtadır. Paralondur burada, deməli, saxta versiyada, amma originalda kağızdır. Çünki orada ətraf mühitə minimum ziyan, yəqin mən belə düşünürəm, ya ekonomiya məsələsidir, Almanlar məsələdə çox ciddidirlər. İndi bunları isə öz qablarından çıxardanda isə yoldaşlar, ya çıxmaq istəmir bu, konkret nə məsələdirsə. Belə çəkiləri demək olar ki, eynidir. Mən siftə düşündüm ki, yox, saxta versiya yüngüldür, bu original biraz ağırdır, yox, amma belə baxanda eyni çəkilərdədir. Deməli, sağ əlimdə olan, metal rəngində olan original versiyadır, bu isə saxta versiya. Əgər kimdəsə belə Rokka yoxdur, yəni birinci Rokkasını alır,
deməli, heç vaxt təyin edə bilməz ki, hansısı saxtadır, hansısı orijinaldır. Niyə? Birincisi, qırxmağında deyilənlərə görə fərqləri var. Bilmirəm, mən qırxmamışam hələ ki. Ona görə bu məqamı sizə dəqiq deyə bilmərəm. Deməli, yeganə bir fərqi nədir? Mən hiss etdim bunların arasında. Yəni, birə-bir, belə deyək, metalın düzəlişi filanı, yəni ki, hər ikisi CNC dəzgahda çox dəqiq düzəlilir. Gördüyünüz kimi bu qapağın bu tini, belə deyək, bucağı daha itidir. Gördüyünüz kimi, düzdür. Burada isə yumruq kimidir qapağın tini, gördüyünüz kimi. Baxın. Görürsünüz. Burada qapaq daha yumrudur. Burada qapaq daha itidir. Artıq bu biz gözlə gördüyümüz fərq deyilənlərə görə qırxanda fərq edir. Üstəgəl bəzi, belə deyək, kim ki saxtanı alıb şikayətlənir ki, burada tiyəni yerləşdirəndə tiyə əyridir. Gəlin tiyəni yerləşdirək hər ikisinə və şəkilləri də belə yerləşdirib həmin o satıcının komment bölməsində, maşallah demokratiya deyirəm ki, bəs ayıb olsun, bəs tiyə əyridir. Həqiqətən də yəni şəkil də qoyub, misal üçün orijinal Rokkanı da qoyub. Hətta Rokkanı yox, orijinal R89, R41 kimi üz qırxanlar hansılar ki, çınqaloy materialdan hazırlanır. Burada deməli bunun bu sapın bu uc tərəfi xüsusilə belə belə deyək də düzəldilib ki, bu deməli xüsusi onun üçün olan bir yer üçün belə ki, tiyə qapaq filan ortasını tutsun. Sözləri tapa bilmirəm, üzürlü sayın. Budur, orijinal Rokkaya yerləşdiririk. Mən nədən qorxuram? Bunları söküb eyni vaxtda yığaram və qarışdırıram. O məqamdan biraz ehtiyat edirəm. Bu deməli bizim orijinal versiyamız. Artıq 8 dəqiqədir biz hələ boş-boş danışırıq. Biz bir zamanda buna da bir tiyə salaq. Budur big tiyələr. Niyə görə hər dəfə bunları nümayiş edirəm? Çünki burada yapışqan yoxdur. Ona görə tiyənin üstündə. Bu bizim artıq kopyası, yəni saxtası. Burada biraz bilmirəm, bu metalın koroziyasıdır, yoxsa çirkdir. Nə qədər çalışdım təmizləyim, hələ ki təmizləyə bilməmişəm. Düşünürəm ki, nəticə sabun qalırdı, qalıb orada. Budur. Gəlin baxaq. Deməli, şikayət nə idi ki, bəs bunun bu fokus söhbəti var indi. Ehtiyatla belə, yox. Aha. Gəlin baxaq. Məncə normaldır. Yəni bir problem yoxdur, gördüyünüz kimi. Bu saxta versiyadır, yəni düppələm düzdür. Yəni bu tinlərə baxanda bu aralıq tiyə ilə belə deyək, təhlükəsiz çubuğun aşağı hissəsi arasında, yəni ki, hər iki tərəfdə normaldır. Bir problem yoxdur. Görürsünüz. Yəni bir problem yoxdur. Bu, belə deyək, saxta versiyada. Və originalı götürək. Originalda da həmçinin yoldaşlar, gördüyünüz kimi idealdır, yəni ki, tiyənin oturuşu filanı, hər şey idealdır.
Heç bir problem yoxdur. Gəlin bir yerdə tutuşturaq. Görək bəlkə nəyisə görə bildik. Bir fərq. Yox. Heç nə bizim gözümüz seçmir. Bunu ancaq və ancaq biz bilə bilərik. Haçan deməli üz qırxarkən. Yeganə çox üzr istəyirəm. Mən biraz hazırsız, yəni ki, bu nümayişə keçdim və bu videonu çəkirəm sizin üçün. Niyə görə deyirəm? Bu çəki məsələsi, spesifikasiya məsələsi mən öncədən saytlarda araşdırıb, yəni indi burada sizə deməyə biraz çətinlik çəkirəm. Ona görə çox üzrlü sayın. Deməli, saxta heç bir məlumatı yoxdur. Bunun belə deyək də geometrik parametrlərə görə, yəni qəp nə qədərdir, ekspozisiya nə qədərdir. Ümid edirəm ki, nəyisə Rokka haqda tapa bilərəm. İndi əgər tapsam, hər nədirsə, yəni çəkisi, filanı, ölçüləri eynidir, yəni birə-birdir, yəni ki, burada bir problem yoxdur. Yəni, belə də tutuşdursaq eynidir. Azca da gördüyünüz kimi tiyə qapağın altından çıxır, deyə burada görürsünüz siz bunu. Bir sekund, bu fokus məsələsi hər dəfə bir növ problemə çevrilir. Bu da yoldaşlar, gördüyünüz kimi. Saxta versiya belə rəngi deyə elə bir bulanıqdır. O da nədəndir? Yoldaşlar, istifadə etdiyimə görədir. Yəni burada da artıq bulanıqlar əmələ gəlməyə başlayıb. Niyə? Çünki mən bu əllərimlə toxumuram deyənə. Amma inanın ki, belə yüzsaz falan belə biraz təmizləsəz ideal vəziyyətə gəlir. Yəni narahat olmayın ona görə. Bu birə-bir, yəni ki, heç bir fərq yoxdur. Ölçülər eynidir. Yəni bizim gözümüz seçməyəcək bunların arasındakı fərqi. Bunu nümayiş etmək istəyirdimsə, göstərmək istəyirdim ki, nə kimi fərqlər bunların arasında var və inanın ki, əgər sizdə bu saxta Rokka birinci olursa, yəni siz heç vaxt bilə bilməzsiniz ki, orijinal kimidir, yoxsa nəyi kimidir, heç bilə bilməzsiniz ki, sizə saxtasını satıblar, belə deyək. Amma yeganə nə, mən qutusundan dedim, bilə bilərsiniz, amma siz gərək belə deyək, orijinal Rokkanı tutuşdurub bu qapaqlara baxasınız ki, biləsiniz, misal üçün bu saxtadır, yoxsa orijinaldır. Amma qalan heç bir göz seçən hansısa bir fərq yoxdur. Hətta deyilənlərə görə çəkiləri də birə-birdir. Yəni ki, artıq mən komment bölməsində kommentləri oxumuşam, bəzi bu saxta versiyanı alanların, yəni Rokka ilə birə-birdir. Yəni çəkidə filanda hansısa bir fərqi tapmaq istəsəz, siz tapa bilməzsiniz. Yeganə bir şans, əgər sizdə artıq Rokka var, siz saxtasını da alırsınız ki, nə kimi bunların arasında fərq var, o zaman nəyisə təyin edə bilərsiniz. Qırxmaqda artıq mən bu saxta Rokka ilə üzümü qırxmışam. Yəni, belə deyək, çox yumuşaq, çox praktik, belə deyək, gündəlik tiraj üçün ideal bir üz qırxandır. Saqqalım az olub, yəni maksimum olsa 3 günlük, 2 günlük saqqalı qırxmışam, yəni ki, saxta Rokka ilə. Və çox bir hərəkətləri, hansısa belə deyək, əl əsmələri, hər şeyi bağışlayır. Yəni çapıq filan salmaq sıfıra bərabər bir məqamdır. Bu saxta Rokka ilə üzümüzü qırxanda. Ona görə yəni ki, saxta Rokkada çox yumuşaq qırxır, həddindən artıq yumuşaq. Məndə deməli biraz təcrübə var. Yoxdur məndə həmin üz qırxan, amma mənim əlimə düşüb R89 ilə də üzümü qırxmışam. Təsəvvür edin ki, yəni ki, bir R89 qədər belə yumuşaq qırxan bir üz qırxandır. Çox xoşuma gəldi performansı filanı, yəni çox bəyəndim bu saxta Rokkanı. Amma deyilənlərə görə Rokkanı ümumiyyətlə dizayn ediblər, yəni orijinal Rokkanı ondan ötəri ki, R41 ilə R89-un arasında olan, belə deyək, bir növ bir variantdır. Yəni nə yumuşaq olub yumuşaq qırxandır, nə də aqressiv olub aqressiv qırxan, nə isə ortalama kifayət qədər effektiv bir üz qırxan kimi təqdim olunur
Müşil müəssisə tərəfindən orijinal Rokka, Müşil Rokka. İndi görək, üzümüzü qırxacağıq. Mən istəyirəm battle edim. Hətta üzümün bir tərəfini orijinaldan qırxım, bir tərəfini misal üçün saxta ilə qırxım və beləliklə bunların performansında olan fərqini hiss edin. Düşünürəm, mən bildiklərimi hamısını sizə göstərdim, nümayiş etdim və dedim. Ona görə artıq sağollaşmaq vaxtıdır. Sağollaşmamışdan öncə deyim ki, mənim nə bu saxta müşil, nə orijinal müşil müəssisələrinin araları ilə heç bir əlaqəm yoxdur, reklam etmirəm. Sadəcə olaraq fərqini nümayiş edirəm sizə. Yəni ki, maksimum dərəcədə obyektiv fikirlərimi bildirirəm. Yenə də subyektiv olsam da belə. Yəni ki, və çox belə bir xahiş kimi çıxmasın, amma ki, bizim həm yerlilərimizin qarşısına bu bizim videolar daha tez rastlaşsınlar deyənə, bu YouTube-un alqoritmləri elədir ki, həm video tam baxılmalıdır, misal üçün, yəni o saatlar nəzərə tutulur. Sonra nə qədər like qoyulur, nə qədər komment olunur, nə qədər bölüşülür bu videolar. Ona görə bu məqamlara fikir verin. Əgər düşünürsünüzsə, maraqlıdır və əgər düşünürsünüzsə ki, kimlənsə bölüşə bilərsiniz, buyurun. Mən burada nəyisə demədim və yaxud hansısa bir sualınız var bu video haqda, buyurun. Yenə də deməli bu videonun altında komment bölməsində kommentlərinizi yaza bilərsiniz. Üstəgəl həm Müşili, həm öz saytları var. Burada artıq sizə göstərdim. Pauzaya deməli basıb baxa bilərsiniz. Budur, Almaniya məhsuldur. Mövcuddur, yəni hal-hazırda əgər həmin saytlara keçid etsəniz, yəni ki, həmin bu Rokkanı əldə edə bilərsiniz sağ tərəfdəki. Bu modeldə var, bilmirəm, məhdud saydadır, nədir? Yəni bir neçə versiyası var, belə Rokkada var, şəkildə gördüyünüz kimi. Belə sapla gördüyünüz, belə taxta rəngində. Üstəgəl misal üçün hansısa bir setdə, yəni komplektdə fırça ilə filanla, belə dayanacaqla, sonra nə bilim o qabı ilə köpükləndirmək üçün qabı ilə filan. Yəni ki, yetər ki pulunuz bəs olsun, yəni ki, belə hər şey cibinizə uyğun, yəni seçə bilərsiniz. Kampfa isə AliExpress'də olan bir dükan idi, belə deyək də, belə deyək, dükanları var idi AliExpress'də. Onun da deməli keçidi mən bu videonun ayarlar bölməsinə yenə də saxlayacağam ki, baxa biləsiniz. Sağ olun yoldaşlar, gələn görüşlərinədək, sağ olun.